Uyğunluğu müəyyən edin. Hüceyrə siklinin mərhələləri. İnterfaza bölünmə. Hüceyrənin həyatının 2 dövrü vardı. Yəni belə deyək, interfaza bölünmə. İnterfazada nələr baş verir? DNT-nin ikiləşməsi. DNT ikiləşir interfazada. A 1-ə aiddir. Xromosomların spirallaşması. B bölünmə mərhələsində baş verirdi. Xromosomlar spirallaşırdı. Hüceyrə orqanellərinin sayı artır interfazada və postsintetik mərhələsində C 1-ə aiddir. D xromosomlar işıq mikroskopunda görünür. Bəli, qısalır, yoğunlaşır, görünür. Bu bölünmə mərhələsinə aiddir. D bölünməyə aiddir. Çoxlu miqdarda ATF sintezi olunur. Yəni ATF sintezi olunması bilirik ki, bu artıq bölünməyə hazırlaşır da. Yəni hazırdır ki, biz bunu belə bölünmə mərhələsini görürük. Ona görə E də interfazaya aid olacaqdır. Deməli, DNT ikiləşməsi, xromosomların spirallaşması, 2-yə bölünmək, xromosomların görünməsi 5 mərhələ verilir və bu 5 mərhələnin hər biri ayrı-ayrı uyğunluğuna interfaza bölünməyə aid olur. 1 A, C, E, 2 B və D olacaq.